Herkese selam dostlar, ben Reşat. Bugün sizler dostlar gördüğünüz gibi yeni bir video ile karşınızdayım. Bu videoda taksitçi olup taksitçi oyunu oynayacağız. Bundan bir neçə video əvvəl berber olmuşduq və berber oyunu oynamışdıq. İndi isə taksitçi olub taksitçi oyunu oynayacağıq. Oyunumuzun adı Taksi 2014'dür. Aşağıdan yükləmə linki var, amma Steam'dədir. 3 dollar bir qiyməti var. Oyunu Steam'dən almışam. İndi buradan start game deyək və ölkələr deyil. 3 ölkədən birini seçməliyik. Bunu seçə geçsin elə. Birinci həmişə yaxşı olur. İndi welcome to your garajına xoş gəldin deyir. Burada elə promoya başlayaq heç nə eləmədən. Burada onsuz digər bölümlərdə eləyəcəyik. Çünki indi çox da pulumuz yoxdur. Başlayaq indi. Necə başlayırdıq? Bu belə. Başladıq. İndi görürsünüz sol tərəfdə belə bir navigasiya proqramı kimi bir şey var. Sağ tərəfdə də sürət ölçəm var. 70-dən yuxarı sürətlə getməliyik. Onsuz maşın inanmıram 70 ilə gedər. 30 oldu. Biri oradan əl eləyir. Gedək onu götürək. Görək hara deyəcək aparaq. Və videoya da hal-hazırda like atsaz çox sevinərəm. Bu videoya da bir 500 like, 600 like gəlsə əla olar. Nə deyir? İndi buradan bizə yerin göstərir sol alt tərəfdə. Facecam'ı da yəqin sol üstə qoyaram ya da başqa bir yerə, çünki sol üst boşdur, sağ üst də boşdur. Yəqin sağ üstə də sol üstə qoyaram, amma dəqiq bilmirəm hələ. Bəlkə də altlara da qoya bildim. Oyun 2014'də çıxıb, amma maraqlı bir oyundur. O arkada polis var. Baxaq görək videonun axırına kimi nə qədər adam toplaya biləcəyik. Vaxtlandı yoxsa yox? Vaxtlan deyil. Vurdum maşını. İçindəki müştəri əsəbləşdi. Maşın yoxa çıxdı. Oyunun qrafikləri maşallah çox yaxşıdır. Yəni oyunun ortasında maşın yoxa çıxır. İndi çox az qalıb. Buradan aşağı döndük, çatdıq. Baxaq nə qədər pul verəcək. Qəzanı eləməsəydi yaxşı idi. Nə qədər 40 verdi. 40 nəsə dollardı deyəsən. Burada bir müştəri daha var. Bunu da götürə. Biraz tez gəldi. Böyləsən tələsirik. Yolun ortasında saxlamışıq maşını onsuz. Teatra gedir. Bu yuxarıda yazır. Hara getmək lazımdır. Sürün də. Sür. Qırmızı işıqda. Mənə qırmızı işıq dəxlisi yoxdur. Dəqiq gözlə. Polis var ya. Bax, qabağa getmir maşına, gedir. Ha, keçdim qabaqlardan. Keçdim qabaqlardan. İndi biraz sürətli gedin də indi. 40 ilə deyir gedin. Aha, polis tutdu. Cərimə yazdı polis bizə. Çox sürətlə getdik deyə. Aldığımızı da cəriməyə verəcəyik elə. O bunu düşürdək. Nə deyir? Nəsə deyir diyor. Düşdü maşından. Gedək təzə bir müştəri tapaq. Yenə qəza ilə deyə bayaq. Təzə bir müştəri tapaq. Ha, var imiş müştərimiz. Amma ki yolu səhv gedirmişəm. Aha, çatdım ki. Qısa yoldan çatdım. Qısa yoldan gedəcəyimiz yerə çatdım. İndi bu tərəfdən gedək.
Qırmızı işıq bir dənə qutarsaydı, yaşıl işığa keçsəydi. Yenə deyir aparır. Nə qədər yer aparacaq bu bizi? Otuzdan deyir yuxarıda getmir. Bu səfər getməyək 30-dan yuxarı. Belə də çox yavaş olur. Hansı yolda 30-dan getməkdir? Belə düz yoldu 30-dan deyir get. Axır ki düşdü, Allaha şükür. 1 200 300 verməsən də rahat. 113 verdi. Bayaqkini 5 dəqiqəlik yerə apardıq. 5 dəqiqə olmasa bir oyunun 5 dəqiqəsi yerə apardıq. Bizə 40 dollar verdi. Burada 110 verdi. 113 dollar. İndi gedək klient tapaq bir dənə. Aha. Min maşına min. Bu başında niyə belə şey var? Mavi. 1 manatdan Sumqayıta tez olun getdik. Min. Bir nəfər də gəlsin tərpəndik. Gedək sür. Oha. Yuh. Var niyə qabağımıza atdılar bizi özünü? Evet, bu qədər keçdim də qırmızı işıqdan da. Belə bir şey olsaydı Azərbaycanda hamı cərimə yeyərdi ancaq. Yəni da keçmişəm onsuz. Ha gedək. İşdən keçib getdik. Baxın ben bunu biraz taftalayan kimi o saat yazır ora. Azərbaycanda belə bir şey yoxdur. Qırmızı işıqdan 60 metr o yanda dayanırsan, yenə də heç demirlər. Ben yenə deyir, daha onsuz bir ton yazdı, gedin buradan da. Drift attım ha. Ben belə taksiyəm, bu bəyənmirsən minmə. Düş, bir də yenə bax. Bəyənmirsən düş də buradan. Vay maşın. Maşın getdi, öldü maşın. Sürədən biliyi. Təzə bir maşın almalıyıq. Ne? Polis apardı bizim maşınımızı. Kimsə apardı maşınımızı deyəsən. Kim apardı bizim maşınımızı? İndi neyniyəcəyik biz? Maşını da deyəsən apardılar. Hardan götürəcəyik indi maşını? Ha. Aha gətirdim. Maşını da düzəltdirdim. Getdik. Bu səfər normal bir sürücü kimi maşınımı sürəcəm. İndi bir müştəri oradadır. Gəlməyin. Biraz tez ol da. Öyle minirlər. Tez ol. Çox adam yazırdı ki, Clash of Clans videosu çək. Görəsən bilmirəm yəni dəqiq. Əgər kanalda istənilirsə Clash of Clans çəkə bilərəm. Yəni seri başlaya bilərəm, birinci, ikinci bölümləri. Yəni belə seri başlaya bilərəm. Buradan anket çıxacaq bu tərəfdən ya da bu tərəfdən, dəqiq bilmirəm. Oradan anket çıxacaq. Oradan qatılsaz anketə yaxşı olar. Əgər belə çox adam istəsə, kanalın bir 100 nəfərdən 80 nəfər istəsə çəkə bilərəm belə də. Yarı istəsə çəkməyəcəm. Yəni 50%-dən yuxarı keçsə, hə onda çəkəcəm. Düşdə də düş. 5 metr o yanda düşənmərsinə mütləq elə bir dediyi yerdə düşməlidir. Çəkəcəm Clash of Clans ya da bəlkə Clash Royale da ola bilər. Onlardan birin. Çünki çox adam yazır ki çək. Polis maşınıyla toqquşdum. Haydi 100
Dolları da buradan götürdük. Onsuz müşteri də yoxdur. Belə oyunlar, bu oyunu almayın bu oyunu. Belə oyunlar 2 dəqiqədən bir maşınımı neynədilər? Maşınımı geri istəyirəm, bura ver, maşınımı bura ver. Maşınımı istəyirəm. Maşınımı istəyirəm. Borca yazıraq nisiyə, sonra alacam da bir vaxt pulum olanda alacam indi. Sürdük, getdik. Getdik. Bu səfər bax, yaxşı sürəcəm maşını. Bu səfər yaxşı sürəcəm. A few moments later. Aha. Getdi. Uduzduq. Artıq heç bir geri dönüşü yoxdur. Nəsə, belə bir videonun sonuna gəldik. Dediyim kimi, əgər Clash of Clans istəyirsinizsə, anketdə iştirak etməyiniz çox önəmlidir. Nəsə dostlar, bu videonun da sonuna gəldik. Kanala abunə olub, videoya like atmağı unutmayın. Sağ olun, salamat qalın. Gələcək videoda görüşmək üzrə və bay bay.